52 nömrəli suala baxırdı. Bəli, Deməli, kareqramdır. A, B, C, D. Burada AB 5'dir. O birisi tərəfə də 13'dür. Bizdən də soruşur ki, AC və BD vektorların skaler hansı? AC vur BD. Onda AC vektorunu biz belə yaza bilərik də. AC vektoru bərabərdir. AB üstəgəl BC vektoru. BD vektorunda yazmaq olar BD vektorunu. AD çıxaq AB vektoru. Bu BC vektoru ilə AD vektoru eyni olduğuna görə bunun yerinə AD yaza bilərik. Onda bunun yerini dəyişsək belə olacaq. AD üstəgəl AB bir də AD A çıx AB olur. çıxar. Bu da bizə verir AD'nin kvadratı çıx AB'nin kvadratı olur. AD 13'dür. 13'ün kvadratı 169 çıx 25. Bu da edir 144. Burada 144 mənfi də ola bilərdi. Ona görə modulda soruşur. Elə bir bunların yerini dəyişsəm, bu 5 bura 13 yox. 13 bura 5 bura yazsam, onda mənfi 144 olur. Modulda qiymətini soruşur. O da 144 edir. C bənd. Sonra 54 nömrəli misala baxaq. Bura 1, bura 1'dir. A vektorudur. Baxın görün. Bax elə. Mənim kosinus alfanı 1 tapdım. Onda da Kosinus alfa 0 olar yəni ki. Birinci A vektorun komponentlərini tapaq. A vektorun komponentləri neçə olacaq? -1, -1. Yox, 1 eləyim mən. Yəni A vektorun komponentlərini tapaq. Bu son nöqtəsi 0, 1-dir. 1'dir. X 0'dır, Y 1. Başlanğıc nöqtəsi də 1, 0'dır.
Onda komponentdən tapanda sondan başlanğıcı çıxırıq. Sıfırdan bir çıxanda edir -1, birdən sıfırda çıxanda edir 1. Mənfi 1 1 eləyib. Bəli. -1 1 olur. B vektorun komponentlərini tapsaq, B'nin komponentləri 2 2 2. hı -hı. Və arasına bucağı tapanda da bu skaler hasıl, sürətdə skaler Hə, hasıl olur, məxrəci uzunluğu. 0 Skaler olur. hasılı burada -2, üstəgəl 2. Burada neçə eləyəcək? 0. 0. Yəni skaler hasılı 0 olduğuna görə vektorlar bir-birlərinə perpendikulярdır. Həqiqətən uzatsaq da görürük ki, bu vektorla bu vektor bir-birinə perpendikulярdır. Bəli. Belə öz istiqamətlə uzadanda görsəniz. Bəli. Hı -hı. 57 nömrəli misala baxın. Mən tapa bilmədim misal. Deməli deyək ki, x-in hansı qiymətində ve vektor A vektoru x01 vektoru absoxu müsbət istiqamətdə 30 dərəcə bucağına gətirir. Bax, burada fikir versək bir x oxu var, bir də z oxu var. X, z oxu var. Y oxu yox. Y oxu yoxdursa, onda bunun koordinat belə deyək də, koordinatını belə çəkək. Bura z Y. olsun, burada x olsun. Yəni y-i yazmıram da, onsuz da y-i yoxdur. Bu y-i sıfırdır. Hə. X 1. X-i x-dır elə bil ki. Y-i də, z-i də 1. Belədir və ox kimi çəkəndə bu burayının deyir 30 dərəcə bucağını deyir. Soruşur ki x-in hansı qiymətində? Bura 30 dərəcədirsə bura 1 olur. Bura 1-dirsə bura da 1-dir. 30 dərəcə bucaq qarşısına kat etib pitonuzun yarısıdır. Onda bu vektorun özünün uzunluğu 2 olacaq. 2 ilə 1-ə görə buranı tapırıq. Kökdə 3 olur. Deməli x bərabərdir. Kökdə 3 olacaq. Aydın oldu. Bəli müəllim. 63 nömrəli misala baxın.
Mənim 5'te 3, 5'te 3 olur mənim. Baxaq bir dənə. Deməli, m-in hansı müsbət qiymətində vektorların perpendikulär olar? Perpendikulär olanda onların skali hasılı sıfıra bərabər olur. Deməli, A vektoru üstə gəl MB, bir də A vektoru çıx MB. MB. E, onda bunu yaza bilərik. A vektorun kvadratı çıxaq M kvadrat B kvadrat. Belə yazılır. Və A vektorun yerinə 3 yazıram. 3-ün kvadratı 9 çıxaq M kvadrat. B'nin də yerinə yazıram. 5 yazıram. 5'in kvadratı 25. 25 m kvadrat bərabər 9 olur. M kvadrat 25'də 9'dur. M də bərabərdir plus minus 5'də 3'dür. Müsbət sonuç. Ee, buradan da soruşur ki vektorları perpendikulär olar. Yəni müsbət qiymətini soruşur. 5'də 3 götürürük. Y bəndə 5'də 3. 67 nömrəli misala baxın. Dört bölü 20 vuraq. 4'te 8. Necə? Ben bir dəqiqə tapıram. Ben 1 bölü kökte 10. Düzdür. 68'e baxın.
Yazabildiniz mi? Benim yok. Yazılmadı. Ben burada 68'di. ABS şübhizanda FC ilə AY Ayı. bərabərdir 5'dir. AF də 3'dür. YF də 4. O da bizdən soruşur ki, AY üstəgəl FC vuraq AC. Deməli, burada baxırıq ki, FC 5'dir. AY də 5'dir. Burada 5'dir. AF 3'tür. Sonra bir de YF 4'tür. Bura 3, 4, 5 olduğuna göre bu deməli düz bucaqlı şübhə. Pifagor teoremi ödəndiyini. Heh. Burada da bunu vurup açsam, bunu belə yazılır. AY vur AC, üstəgəl FC vur AC. AY AY vur AC'nin ayrıca tapsaq, o demək ki, AY'nin uzunluğu vuraq AC'nin uzunluğu vuraq kosinus alfa. Burada bir alfa yazsam, elə bir AY'nin uzunluğu Heh. vuraq AC'nin uzunluğu vuraq kosinus. Kosinus alfanı tapanda burada biçi katetin toza nisbət. O da edir 5'te 3. Demək AY yazırıq 5. Sonra AC'ye yazırıq 8. 8. Kosinus alfada 5'te 3'tür. Bir. Bunu bunu hesaplayanda edir 24. AY vur AC olur 24. 24. Sonra FC vur AC'nin tapanda. FC ilə AC eyni istiqamətlidir. Onda FC'nin uzunluğu vuraq AC'nin uzunluğu Kosinus. olur. Eyni istiqamətli olduğuna göre da kosinus alfa yazmasam da olur. Lap kosinus alfa Heh. yazsam da kosinus sıfırda qiymətli 1 edir. Onun fərqi yox. FC'nin uzunluğu 5'dir. AC'nin de uzunluğu 8. 5 vur 8 o da 40. Bunlar da toplayanda bu 24 bu da 40. Toplayırıq 64 edir. Aydın oldu. Bəli, bəli. Sonra baxın 59 nömrəli misala baxın. Səhifə 253'te 59. A ve B vektorlar arasındaki bulacak 60 derece. Bizden soruşur.
2A çıxar 3B vektoru. Yazabilirsiniz. Yaza bilmədim müəllim. Burada bunun nəzərə alırıq. Belə bir ki, A vektorunun uzunluğu belə yazmaq olur. Kök A vektorun kvadratı. Bununla bu eyni şey. Adi belə deyək də modulda x bərabərdir kök hətta x kvadrat 4. Bəli, Kvadratdan kök edir, yenə modulda x çıxır da. Burada da o kimi. bəli. Onun kimi yazılır. Onda yazılır kök hətta 2a çıx 3b'nin kvadrat. Bunu da düstur kimi açsaq olur 4a kvadrat çıxar 12ab üstə gəl 9b kvadrat. Burada AB AB-ni tapmaq lazımdır. Evet. AB iki vektör o 3 arasındaki bu var. sıra. Evet, evet. Onda A vur B olacak. A vektörünün uzunluğu. Bırak B vektörünün uzunluğu. Bırak kosinüs 60 derece. A vektörünün uzunluğu 2'di. B vektörünün uzunluğu 3'tü. Kosinüs 60 derece 2'de 1. Ona bunun cevabı olur 3. Bir bunun yerine 3 yazalım. Sonra A vektörünün kvadratı hələ A vektörünün uzunluğun kvadratı deməkdir. Eyni şey. Bəli. A vektörün kvadratı olacaq 4. Bunu yəni 4 yazacağıq. 4'ü də yəni 4'ə vuranda eləyəcək 16. B vektorunun da yenə kvadratı B vektorunun uzunluğunun kvadratı deməkdir. 9. Bu da 81 edir. 16 ilə 81'i toplayırıq. Eləyir 97. 97. Çıxırıq 36. 97'den də 36 çıxanda eləyir 61. 61. Deməli bu eləyəcək kök hətta 61. 10 tapdıq oldu. Kök hətta 61. Sonra 69 nömrəli misala baxın.
Yazabilirsiniz benim 69'u. Müəllim, hasillərin İki tane yazmağı vektör problem. eyni istikametli olanda elə bir koordinatlarla verilir. Mesela A vektörünün koordinatları tutaq ki, x1, y1'dir. B vektörünün koordinatları x2, y2. Əgər x1'in x2'ye nisbəti bərabər olur y1'in y2'ye nisbəti, o da bərabərdir k yazsaq, deməli e, k böyükdür 0 olanda bu olur eyni istiqamətli. K kiçikdir 0 olanda isə bu olur əks istiqamət. Bu olur eyni istiqamətli. Belə olanda isə əks istiqamətli olur. İndi burada eyni istiqamətli lazımdır. Yəni nisbətlər müsbət ədəd olmalıdır. Burada koordinatlarla verməyib, ancaq biz nəyə baxırıq? Məsələn, iki dənə kollinear olmayan vektorlar verib, A vektoru ilə B vektoru. Deməli, 5AX B vektoru biridir. Biri də 2 çıx x A vektoru -5'te 8 B vektoru. Burada bu qaydanı elə bir ki, bunun üçün tətbiq edəcəyik. Bu əmsalların nisbətini yazacağıq. Yəni burada A vektorunun əmsalı neçədir? 5. Burada A 5. vektorunun əmsalı nədir? 2 minus x. Burada B vektorunun əmsalı x-dır. Burada da -5'te 8. Onda bu nisbətlər 5'in 2 minus x-a nisbəti, x-in -5'te 8'ə nisbəti bərabər olur. Buradan x-i tapa bilərik. Bu bərabərdir k. Eyni istiqamətli olması üçün k böyükdür 0 olmalıdır. Yəni müsbət ədəd olmalıdır ki, bu eyni istiqamətli olsun. K kiçik 0 olsa isə əks istiqamətli olacaq. İndi buradan x-i tapırıq. X-in yəqin ki 2 qiyməti olacaq. Biz o ifadəni yazırıq ki, yəni burada nisbət böləndə müsbət ədəd edəsin. Burada x neçə olacaq onun? Mənim x 10. Neçə olur? 10 tapdım mən. Demək tənasüb kimi vururuq belə çarpaz. Onda belə olur. 2 minus x bıraq x bərabərdir -8. Bunu da vurub açsam olur 2x çıx x kvadrat bərabərdir -8. Bu üzrə keçəndə x kvadrat çıx 2x elə bir e, bu tərəfə keçirəm də bunları. 1'ə çıx 8 bərabər 0. Bunu da köklərini tapanda edir 4 ilə -2. Burada x-i yenə əgər mən 4'ü qoysam 4 böl -5'te 8 mənfi ədəd edir. Amma -2'ni qoyanda onda -2 böl -5'te 8 müsbət olur. Burada da müsbət olur. Yəni x-in yenə deməli neçəni qoymalıyıq? -2'ni qoymalıyıq Bəli, ki, eyni istiqamətli olsun. Aydın oldu mən. bəli, bəli. İndi 35 nömrəli misala baxın. 252'də 35.
Yaza bilirsiniz müəllim 35. Xeyr, yazamadım. Burada deməli A vektoru verilib, bir də B vektoru. Bunlar bir-birinə bərabərdir və A vektoru ilə B vektoru bir-birlərinə perpendikulyardır. Olduğunu bilərək A çıxı 2B, bir də 2A çıxı B. Vektorlar arasındakı bucağın kosinusunu soruşur. Burada elə vektorlar götürməliyik ki, həm bərabər olsun, həm də bir-birinə perpendikulyar olsun. Həm uzunluqları bərabər olsun, həm də bir-birinə. Məsələn, elə vektorlar A vektorunu götürən 1, 0, B vektorunu götürən 0, 1. A vektorunun da uzunluğu 1 edir, B vektorunun uzunluğu 1 edir. Onda A çıx 2B-ni tapanda olur 1 mənfi 2. 2A çıx B-ni də tapanda olur 2 mənfi 1. Bizdə bunların arasındakı bucağın Tamam. kosinusunu soruşur. Onda kosinus alfa bərabərdir. Sürətdə olur bunların uzunluqları Ha, hansıdır? Skaler hansıdır? Edir 2 üstəgəl 2. Məxrəcdə də uzunluqlar hansıdır? Burada kökdə 5, burada kökdə 5. Bu da cavab olur 5-də 4. Kosinus alfa bərabərdir 5-də 4 olur. C bəndi olur. Aydın oldu. bəli. Hı -hı. Sonra 70 nömrəli misala baxın. AB vektoru Bəli. vuraq DF üstəgəl BDV. Altı bucaqlının perimetri 36-dır. Yəni tərəfi 6-dır. Bunu vurub aça bilərik. AB vur DF yazarıq. Üstəgəl AB vur BD.